Salam, 8-ci sinif 1-ci hissədən elm, texnologiya, həyat. Akvalant və dalğıc silindirlərinin kəşfi su altında nəfəs almağa imkan verən əlçatmaz dərinlikləri kəşf etməyə şərait yaradan mühüm bir irəliləyiş hesab olunur. Bu kəşfin tarixi uzun bir inkişaf mərhələsini keçmişdir. Bu istiqamətdə ilk sınaqlar hələ 16-cı əsrdə aparılıbdır. Həmin dövrdə dalğıclar metal və ağaclardan hazırlanan ilkin dalğıc geyimlərindən və hava təchizatı sistemlərindən istifadə etsələr də, bunlar çox primitiv idi və qeyri-effektiv idi. Ona görə də bu istiqamətdə işlər aparılır. 19-cu əsrin ortalarında fransız mühəndisi Auguste Denaroze və ingilis ixtiraçısı Edward Brown dalğıc silindirlərini təkmilləşdirdilər, amma bu da hələ tam lazım olan təchizatı ödəmirdi. Buna görə də bu sahədə işlər yenə davam etdirilir. 1943-cü ildə Cousteau və Gagnan Scuba adlı müasir dalğıc avadanlıqları icad edilir. Bax, bu şəkildə təsvirdə göründüyü kimi Scuba hava təchizatı və nəfəs alma cihazı hesab olunur. Bax, bu təsvirdə də göstərilibdir. Dalğıc silindrində olan qaz qarışığı dalğıcın planlaşdırdığı suya dalmaq növündən asılı olaraq dəyişir və düzgün qaz qarışığından istifadə etmək dalğıcın təhlükəsizliyini aradan qaldırır, yəni təhlükəsiz şərait yaradır. Bildiyiniz kimi silindrə hava təzyiq altında bir neçə 100 atmosfer təzyiqinə qədər sıxılaraq doldurulur. Həddindən artıq oksigen olarsa, bu ağciyərlərə ziyan verdiyinə görə silindrlə doldurulan hava adətən 78% azot, 21% oksigen və 1%-ə qədər arqon və karbon qazı və hidrogen kimi elementlərdən, yəni qaz qarışıqlarından ibarət olur ki, bu bizim aldığımız havaya çox yaxındır. Ona görə də dalğıclar çox rahatlıqla suyun altında müxtəlif dərinliklərdə tədqiqat işləri apara bilirlər. Bu qədər, sağ olun.